Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Allah Subhanahu ve Teala Kur'an-ı Kerim'de ve Peygamberimiz sallallahu aleyhi ve sellem pak sünnəsində özü haqqında bizə məlumat verir və bizə xəbərlər verir. Və Quran və sünnəyə baxsaq görərik ki, Uca Allahın Quran və sünnədə 99 ad və sifətləri sadalanmışdır. Və hər bir adın dəlalət etdiyi məna var. Və eləcə də hər bir adın izahı və təfsiri vardır. İstəyirəm ki, o adlar barədə sizə qısa məlumat verim. Allah Subhanahu wa Taala'nın ən birinci Allah adından götürək. Allah adı Quran-ı Kərimdə 2200 dəfə sadalanmışdır. Və bu ad Quran-ı Kərimdə 33 ayənin əvvəlində digər adlarla yanaşı gəlmədən zikr edilmişdir. Və Allah Subhanahu wa Taala'nın Allah adı İsmul Azam olaraq alimlər arasında icma edilib. Alimlər icma edib ki, bu ad İsmul Azamdır. Yəni ən uca adlarındandır. Hansı ki, o adla Allaha dua edilərsə, duasına qulun cavab verər və həmçində onun istədiyi ona verər. Və həmçində Allah Teala Quranda buyurur ki: "Və lillahil əsmaul husna fəd'uhu biha." Uca Allahın gözəl adları vardır. Allaha o adlarla çağıraraq dua edin. Bu adın mənasına gəldikdə isə İbn Abbas radiyallahu anhu buyurur ki, Allah adının mənası Zul-Uluhiyyə mənasındadır. Yəni bu ad özündə ilahlıq, məbud mənasını daşıyır. Yəni Allah kəlməsi, Allah ləfz-ü cələlə ilah kəlməsindən düzəlmişdir. Selamun Aleyküm və Rahmetullahi və Berekatuhu.